O gəlib xoşbəxt olmaq üçün. Və bu xoşbəxtliyi verən Allahdır ancaq. Və burada insan sadəcə həll eləməlidir bəzi məqamları həyatda ki, o huzur içində yaşasın. Niyə? Baxın, biz qidalanırıq burada kainatdan, düzdür? Amma bu var bizdə yer kürəsi, düzdürmü? Bu yer kürəsi. Yer kürəsinin ortası nədir? Nübə. Nübə nədir? Alov. Alov nədir? Cəhənnəm. O bir söz var, siz cəhənnəm üstündə gəzirsiniz, Allahdan qorxmursunuzmu? Biz hamımız elektromaqnit cihazıq. Sizin xoşunuza mı gəlir? Sizin xoşunuza gəlmir və bu cihaz, yəni insan, düzgün yaşamaq üçün və huzur içində yaşamaq üçün o cihaz həmişə nə edirlər? Torpaqlama eləyirlər də ki, tok vurmasın, bilmirəm. Yəni və burada da, yəni ki, hər bir cihaz, mən böyük barakamera işlətmişəm və həmişə mənə gələndə yoxlamağa birinci soruşurdular ki, bu cihazın torpaqlaması hardadır? Niyə? O olmasaydı həmin o cihaz tok vururdu. Yəni siz bəlkə fikir vermisiniz ki, o hansı yerdə torpaqlama yaxşı olmayan vaxtı insanı tok vurur. Ay deyil, tok vurdu məni. Niyə? Burada biz torpaqlama olanda, yəni burada fikir verin ki, iminə yerdə qızıl, gümüş, dəmir, bürünc, ağac, hamısı buradadır. Və biz yer kürəsi ilə gəzdikcə bizdə olan negativ enerjini veririk yerə. Biz qidalanıb veririk yerə. Hər bir insan o negativ, içində olan mənfi enerjini kimsə verir, deyir, o soruşursan, sən harda rahatlansın? Deyir, suya girdim, rahatlandım. Evimdən dəniz görəndə elə bilirəm ki, həyat mənimdir. Yəni var insan sudan sakitləşir. Rayona getdim, gəldim bir günlük. Şəxsən mən meşədən. Mənə rahatdır, meşəyə girdim. O quşların səsini eşitdim. Deyir, dünya mənimdir. Yəni adicə ağacı qucaqladım. Orada insandan bütün mənfi enerji çıxır. Niyə? Ona görə ki, ağacın nəyi var? Kötüyü. Və siz yapışdıqca o negativ sizdən çıxır və gedir torpağa. Var adam alpinistlər, onlar qalxırlar dağa. Və var insanlar dağa qalxa bilməsə, deyir, dağları gördüm, dünya mənim oldu. Yəni burada gərək insan başa düşsün ki, hansı yer kürəsinin yerindən, yəni ki, bu ağac da, torpaq da ola bilər, su da ola bilər və dağ da ola bilər. Və hansı vəziyyət onu sakitləşdirir və zaman-zaman da o negativ enerjini ora atmalıdır. Niyə ki, həll eləmək üçün.